Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Şəkər xəstələrinə pulsuz verilən dərmanları satan xəstəxana haqqında sizə məlumat vermişdik. Hazırda bu məsələ ilə bağlı araşdırma davam edir. İndi isə dünyada ümumdünya vərəmlə mübarizə günüdür və bilirsiniz ki, vərəm də uzun müddətli xəstəlikdir. Sağalsa da tamamilə sağalmağı çox uzun müddət alır. Ona görə də dövlət onun müalicəsini və dərmanlarını öz öhdəliyinə götürüb. Bəs görəsən, vərəm xəstələri bu dərmanları əldə etməklə bağlı hər hansı bir problem yaşayırmı? Bununla bağlı Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyinin sədri ilə əlaqə saxladıq və o bizə bir sıra məlumatlar verdi. Narazılığı var. Məsələ burasındadır ki, bu cür xəstələr dərmanları pulsuz alırlar. Amma indi isə növbə həkimlərdədir. Həkimlər pasiyentlərdən narazıdır. Çünki vərəm dərmanları çox ağır dərmanlardır və onları qəbul etdikdən sonra insanlarda müəyyən yan təsirlər olur. Hamıda yox. Amma belə bir adət alınıb ki, insanlar yan təsirlər olmadan belə həmin dərmanları öz başına gedib alıb içirlər və bu da çox ciddi fəsadlara gətirib çıxardır. Eyni zamanda infeksionist Nilüfər Məmmədovadan da soruşduq ki, hazırda bütün dünyada vərəmin müalicəsində hansı yeniliklər var və özümüzü vərəmdən necə qoruyaq? Bütün bu sualların cavabını isə növbəti sujetdə alacaqsınız. Mütləq baxın, çünki heç kim bu xəstəlikdən sığortalanmayıb. Və onu da qeyd edeyim ki, vərəmdən hər 2 dəqiqədə bir insan həyatını itirir dünyada. Vərəm xəstələri yan təsirli dərmanlarını həkim demədən qəbul edir. Dünyada hər 2 dəqiqədən bir vərəm xəstəsi dünyasını dəyişir. Ən çox yayılan, gizli inkişaf edən bu xəstəlikdən əziyyət çəkənlərin müalicəsi üçün lazım olan dərmanlar dövlət tərəfindən təmin edilir. Şəkər xəstələri ilə bağlı skandal haqqında məlumat vermişdik. Bəzi xəstəxanalarda pulsuz verilən dərmanların xəstələrə satılmağı ilə bağlı iddialar səslənirdi. Bəs vərəm xəstələrinin dərman təminatı ilə bağlı bu və ya digər problem ya şikayəti varmı? Sualı Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyinin təsisçisi və direktoru Çingiz Ramazanlı cavablayır. Vərəm dərmanları dövlət proqramı çərçivəsində verilir, bu hamıya aydındır və indiyə qədər bizə vərəm dərmanlarının verilməsində qarşılığında pul tələb olunması belə bir hal olmayıbdır. Sadəcə olaraq nə olubdur? Vərəm müalicəsi ilə bağlı ki, yan təsirlər üzə çıxır, yəni dərmanların toksikliyi, ağırlığı yan təsirlər yaradır. Yan təsir dərmanlarını bəzən pasiyentlərin hamısını deməzdim, bir çox pasiyentlər özlərinə təyinat vermək istəyirlər. Bu çoxdan yaranmış bir sanki dırnaqarası ənənədir. Yəni mənim qaraciyərimdə problem yaranıb, mən sistem vurdurmalıyam. Mən nə bilim filan esensial falan dərman vurdurmalıyam, hepatoprotektorlar və yaxud da. Təbii ki, bunların da hamısını gərək həkim təyin eləsin. Məsəl üçün mən pasiyentəmsə, mən eşitmişəmsə, uzun sürən xəstəliklərdəndir. Orada uzun sürən xəstəlikdə mənə bu cür yan təsirə dəf etmək üçün bu dərmanlar lazımdır. Elə bilirlər ki, yoxdur və bu özləri gedib pulla alırlar, bu sistemləri alır ki, həkim bunu mənə keçirdin. Sizdə yoxdursa bunu mənə keçirdin. Ancaq başa düşmək olmur ki, yəni klinikaların çoxunda var belə bir şey. Sadəcə olaraq həkim təyinat verməlidir. Bunun üçün də adi təyinat yox, müayinələr aparılmalıdır, yoxlanmalıdır. Laborator, instrumental metodlarla ki, baxılsın doğrudanmı bunun yan təsiri? Çünki onsuz da müalicəni aparan həkim öz pasiyentini hər tərəfli müayinəsini aparır. Ümumdünya Vərəmlə Mübarizə günündə mütəxəssis infeksionist Nilüfər Məmmədova da Səhiyyə televiziyasına müsahibə verərkən Ümumdünya Səhiyyə Təşkilatının yeni qərarlarına əsasən tətbiq edilən müalicə metodlarından bəhs edib. Vərəm hələ də qlobal səhiyyə üçün ciddi bir problem olaraq qalır. Xüsusilə də dərmanlara davamlı formaların artması müalicəni çətinləşdirir. Ancaq son illərdə həm diaqnostikada, həm də müalicədə irəliləyişlər vardır. Vərəmin erkən aşkarlanmasında əsas problemimiz onun simptomlarının gec və yaxud da ki, qeyri-spesifik formada ortaya çıxmasıdır. Yəni xəstələr bəzən uzun müddət simptomsuz qalır və ya simptomlar başqa xəstəliklərlə qarışdırıla bilir. Bu isə xəstəliyin gec mərhələdə aşkarlanmasına və həmçinin də başqalarına
formalarına yayılmasına səbəb olur. Ona görə də risk qruplarında skrininq testlərinin aparılması və erkən diaqnostika üçün yeni metodların xüsusilə tətbiqi çox vacibdir. Azərbaycanda vərəmlə mübarizə üzrə dövlət proqramımız var və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun islahatlar aparılır. Son illərdə müalicə daha çox ambulator sistemdə həyata keçirilir. Yəni xəstələr xəstəxanada uzun müddət qalmırlar. Qalmaq əvəzinə evdə nəzarət altında müalicə alırlar. Bu da təbii ki, xəstələrin sosial həyatına daha az təsir edir, həm də səhiyyə sistemində də yükü azaldır. İnfeksionist əhalinin vərəmdən özünü qoruma üsullarını da açıqlayıb. Pis vərdişlərdən uzaq durmaq, yəni sağlam həyat tərzi immunitetimizi gücləndirir. Erkən diaqnostikanın aparılması və BCG peyvəndinin olunması, bu peyvənd qeyd edelim ki, əsasən uşaqlarda ağır vərəm formalarından qoruyur və bəzi risk qruplarında yenidən vaksinasiyaya müzakirə olunmalıdır. Təbii ki, xəstə ilə təmasda olanların da yoxlanması çox önəmlidir. Hal-hazırda bir neçə yeni vərəmlə mübarizə vaksini üzərində araşdırmalar aparılır. Mövcud BCG vaksini əsasən uşaqlarda qoruyucudur, lakin yetkinlər üçün də effektivliyi bir qədər məhduddur. Son illərdə yeni vaksinlərin klinik sınaqları aparılır və bəzi namizəd peyvəndlər gələcəkdə vərəm əleyhinə daha geniş və effektiv qorunmanı təmin edə bilər. Ümumiyyətlə vərəm tam müalicə olunan bir xəstəlikdir, amma erkən diaqnostika və düzgün müalicə burada əsas rol oynayır. Araşdırmalar göstərir ki, bəzi insanlar 4000 illik tarixi olan vərəm bakteriyalarına qarşı daha yüksək müqavimət göstərir və bu şəxslər vərəmə yoluxsalar belə xəstəlik onların orqanizmində inkişaf etmir. İnsultdan sonra adətən müxtəlif fiziki hərəkətlərlə insanın bədəni bərpa olunurdu. İndi isə alimlər tamamilə yeni növ dərman kəşf ediblər. Baxaq görək nə dərmandır, hazırda hansı sınaq mərhələsindədir və təsdiqlənməyə nə qədər zaman alacaq? İnsultdan sonra tam bərpa olunmağa imkan verən ilk dərman təsdiq edilib. Mütəxəssislər bu dərmanın daxili beyin qanama müalicəsinin nəticələrini dəyişə biləcəyini də bildirir. Hazırda insultdan sonra xəstələrin motor funksiyalarını bərpa etmək üçün yeganə yol intensiv reabilitasiyadır. Lakin onların əksəriyyəti tələb olunan fiziki yüklərə dözə bilmir. Bu da sağalma prosesini gecikdirir. Yeni kəşf edilən DDL-920 preparatı isə uzun müddətli fiziki reabilitasiyaya ehtiyac olmadan hərəkət üzərində nəzarəti bərpa edə bilir. İnsult nəticəsində hərəkət üçün vacib olan neyronlar arasındakı əlaqələr pozulur. Bu həmçinin beynin normal fəaliyyətini təmin edən xüsusi ritmlər olan qamma oskillyasiyalarının itirilməsinə də səbəb olur. DDL-920 preparatı isə məhz bu oskillyasiyaları bərpa edir və neyronların birləşməsinə kömək edərək beynin zədələnmiş hissələrini düzəldir və hərəkətlər üzərində nəzarəti bərpa edir. Qeyd edək ki, preparat siçanlar üzərində uğurla sınaqdan keçirilib və insanlar üzərində klinik sınaqlara hazırlıq görülür. Dostlarımın fikirlərini belə bəzən oxuya bilirəm. Bu sözləri isə Elon Musk'ın yeni layihəsində iştirak edən və kompüteri beyinlə idarə etməyə qadir olan çip ağlına yerləşdirilən həmin o adamın sözləridir. Daha doğrusu beyninə yerləşdirilən həddindən artıq maraqlı detallar çıxır ortaya. Məsələ burasındadır ki, çip beyninə yerləşdirildikdən sonra bu insan əl hərəkəti etmədən, heç bir təmasda olmadan kompüterdən ona əmrlər verir və kompüter onları icra eləyir, düşüncə gücünə icra eləyir. Gələcək gəlib, həmişə dediyim kimi. Düşüncələrinizi kompüter əmrlərinə çevirə bilən çipin olması elmi fantastika kimi səslənə bilər. Lakin bu reallıqdır. İflic olandan 8 il sonra 30 yaşlı Amerikalı Neuralink neyrotexnologiya şirkətindən beyin çipi alıb. Nolan Arbo riskləri bilsə də texnologiyanın inkişafı üçün təcrübədə iştirak edənlərdən biri olub. Neuralink çipi ona hərəkət etmədən texnikanı idarə etmə imkanı yaradıb. Beyin kompüter interfeysi insanın nə etmək istədiyini bilir və ona uyğun hərəkət edir. Cihaz hərəkət haqqında düşünən zaman yaranan kiçik elektrik impulslarını götürərək onları rəqəmsal əmrə çevirir. Məsələn, kursoru ekranda lazım olan qovluğa yaxınlaşdırıb açır. Mən onlayn oyunları çox xoşlayıram. Cihazdan sonra düşüncə gücü ilə oynadığım oyunlarda dostlarıma qalib gəlirəm. Onların növbəti həmləsini təxmin edirəm. Sanki onların fikrini oxuyuram deyə Nolan Arbo bildirib. Sussex Universitetinin nevrologiya professoru Anil Seth bu texnologiyanın hər nə qədər insanlığa dəstək verən cəhdləri olsa da, şəxsi həyat məxfiliyi və təhlükəsizliyi üçün təhlükə olacağını bildirib.
Soyuq otaqda yatmaq bizi arıqladırmış. Bu xəbəri sizə çox böyük sevinclə verirəm. Düzdür, soyuğu qədər sevmirəm, mən istini daha çox sevirəm, amma sadəcə yatmaqla arıqlayacaqsa, bundan gözəl xəbər ola bilərmi? Diqqətlə izləyin. Soyuq otaqda yatmaq bədən yağlarını əridir, yuxu rejimini yaxşılaşdırır və uzun ömürlülüyə səbəb olur. Amerika Birləşmiş Ştatlarının Milli Sağlamlıq İnstitutunun araşdırması göstərib ki, otaqda havanın temperaturu 18 dərəcə və ya aşağı olduqda yatmaq sağlamlıq üçün faydalıdır. Nəticədə bu yuxuya getmə prosesini və bədəndəki kalorilərin yanmasını sürətləndirir, iltihabın qarşısını alır və immuniteti gücləndirir. Bundan əlavə, sərin otaqda yuxu dopamin və serotonin hormonlarının səviyyəsini artıraraq sizi daha xoşbəxt hiss etdirir. Qeyd edək ki, 21 dərəcədən yuxarı olan otaqda yatmaq melatonin istehsalını azaldır. Bədənin yuxu rejimi tənzimlənməsi çətinləşir. Həmçinin gecə daha çox tərləyir, nəticədə tez-tez oyanırsınız. Mütəxəssislər isti otaqda yatmağın stress hormonları, yəni kortizolun səviyyəsini artırdığını da xüsusilə vurğulayır. Ofisdə hamının istifadə elədiyi suyun içərisinə sidik ifrazı eləyən adama 6 il həbs cəzası verilib. Hakim soruşanda ki, bunu nəyə görə elədin? Cavabında deyib ki, sadəcə əylənmək istəyirdim. Onun əylənmək istəməyinin nəticəsində isə insanlar çox ağır xəstəliklərə tutulub. Amerika Birləşmiş Ştatında 53 yaşlı təmizlik işçisi əyləncə üçün sidik ifrazını ofisdəki su dispenserinə və həmkarlarının şəxsi su şüşələrinə edib. Hadisə təhlükəsizlik kameraları vasitəsilə aşkar edilib. Onun hərəkətləri nəticəsində bir neçə əməkdaş herpes, klamidioza və digər cinsi yolla ötürülən xəstəliklərə yoluxub. Prokurorluq Diazın əməlini ölümcül silah iddiası ilə qiymətləndirib və məhkəmədə ona 6 il həbs cəzası verilib. Hakim bu əməli nə məqsədlə etdiyini soruşanda isə Diaz mən sadəcə əylənirdim deyib. Az yemək, tox olmaq və eyni zamanda yaza qədər kifayət qədər arıqlamaq. Bütün bunlar qarşınıza qoyduğunuz məqsəddirsə, növbəti süjeti diqqətlə izləyin. Çünki hansı meyvə və tərəvəzlər, məhsullar az yesək də gün boyu bizi tox saxlayar? Bu sualın cavabını alacaqsınız. Üstəlik də oruç tutanlar üçün də düşünürəm ki, çox faydalı məlumatdır. Kalorisiz tox tutan qidalar. Şirin kartof, avokado, qatıq və bir neçə qida kalorisiz olsa da gün boyu tox saxlayır. Rusiyalı diyetoloq Antonina Starodubova yazda arıqlamaq üçün məhz bu təbii məhsullardan istifadə etməyə məsləhət görür. Şirin kartof, başqa adı ilə batat, kifayət qədər doyurucudur. Bu tərəvəz karbohidratların udulmasını ləngidir və qanda normal xolesterin səviyyəsini saxlamağa kömək edir. Həm də toxluq hissini daha uzun müddət saxlayır. Şirin kartof immuniteti və dəri sağlamlığını dəstəkləyən A vitamininin mənbəyidir. Bundan əlavə zülalların, yağların və kalsiumun metabolizmasını yaxşılaşdıran B6 vitamini də var, deyə diyetoloq qeyd edib. Mütəxəssis soyutma yumurta, qatıq, yulaf, avokado, kələm, brokoli, yağsız mal ətinin də tox tutan az kalorili ərzaqlara aid edir. Bugünə olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.